أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد والثناء لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين، واللعن الدائم على أعدائهم أجمعين من الأولين والآخرين إلى لقاء يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. أما بعد، قال الله تعالى في كتابه الكريم: بسم الله الرحمن الرحيم. ولسوف يعطيك ربك فترضى. آمنا بالله. صدق الله العلي العظيم. Möhtərəm möminlər, möhtərəm möminələr, Allah bu mübarək mövludu hamımız üçün mübarək qərar versin inşallah. Xanım Fatimə Zəhra salamullah aleyhanın şəfaətindən, onun balalarının şəfaətindən bizləri ayrı salmasın inşallah. Allah Xanım Zəhranın sonuncu balası İmam Zaman ağanın zuhurunu tezləşdirsin. Onun zuhuru ilə dünyamızı gözəlləşdirsin. Bizləri ağanın zuhuruna hazır olanlardan qərar versin inşallah. Allah bu gözəl bayramı bizim üçün sonuncu qərar verməsin inşallah. Xəstələrimizə, Xanım Zəhraya xatir tezliklə şifa inayət eləsin. Müşkülü, hacəti, duası, problemi olanların Allah Xanım Fatimə Zəhra və onun pak balalarına xatir müşküllərini həll eləsin, dualarını qəbul eləsin inşallah. Hamımızın aqibətini, ahirətini xeyirli və izzətli qərar versin inşallah. Bütün bu dualarımızın qəbulundan ötürü Muhammed və Ali Muhammedi 3 dəfə ucalı salavatla yad eləyək. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Əzəmətli bir bayramdır Xanım Fatimə Zəhra salamullah aleyhanın təvəllüdü. Əslində bugün həqiqi analar günüdür, həqiqi bacılar günüdür, həqiqi xanımlar bayramıdır. Ona görə də ilk növbədə bu günlərdə gərək xanımlar diqqət mərkəzində olsun. Çünki xanım xanımların xanımıdır. Seyyidətü nisa'il aləmin minəl əvvəlinə vəl-axirin. İlk yaranmışlardan ta bugünə qədər bütün xanımların xanımıdır Xanım Fatimə Zəhra. Ondan da əlavə Xanım Fatimə Zəhra salamullah aleyha həm də elə bizim də seyyidəmiz, bizim də xanımımızdır. Çünki biz də bu mənanı məsumlardan öyrənmişik. İmam Cəfər Sadiq əleyhissalatu vesselam deyir: Kulluna hucacullah və ummuna Fatimə hiyə huccatullahi aleyna. Biz hamımız Allahın hüccətləriyik. Allah bizi bu bəşəriyyət üçün hüccət, ağa, imam, öz vəlisi kimi göndərib. Amma biz Əhl-i Beytin hüccəti isə anamız Xanım Fatimə Zəhradır. Görün nə qədər böyük bir məqama sahib olan xanımdır ki,
İmam Cəfər Sadiq deyir, bizim höccətimiz isə kimdir? Bizim anamız xanım Fatimə-i Zəhradır. Əzizlər, bu xanımın dəyərini Allah yanında məqamını bilmək üçün biz əgər Qur'an-ı Kərimə müraciət eləsək, Qur'an-ı Kərimdə en qədər xanım Zəhraya işarə edən ayələr tapa bilərik. Peyğəmbər və onun pak əhl-i beytinin sözlərinə müraciət edəsək, yenə də en qədər sözlər bu xanımın şənində, fəzilətində deyilən sözlərə rast gələrik. Lakin söhbətimə giriş, müqəddimə üçün mənim əziz qardaşlarım, belə bir ifadə, belə bir cümlə deyib sözümə başlayıram. Həzrəti Zəhra salamullahi aleyha Allah subhanahu və taala tərəfindən Peyğəmbərə verilmiş ən böyük hədiyyədir. Baxın, hədiyyə verən də kimdir? Allah subhanahu və taala. Biz o hədiyyə məsələsi, biri birinə bir şey verəndə bu şeyi təqdim eləyən də önəmlidir, kimə təqdim olunur o da önəmlidir. Burada hədiyyəni kim verir? Aləmləri yaradan Allah. Və hədiyyəni kimə verir? Bütün aləmlərə rəhmət olan Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmə. Ona görə baxın, sözümüzün əvvəlində bu bizim ağlımızda olsun ki, biz kimin məclisinə cəm olmuşuq? Belə bir şəxsiyyət ki, Allah onu Peyğəmbərə hədiyyə eləyib. Baxın, mən sözümə başlayanda Qur'an-ı Kərimin Duha surəsindən bir ayə oxudum. O ayədə Allah subhanahu və taala Peyğəmbərə müraciət edir. Deyir ona ki, وَلَسَوْفَ يُعْتِيكَ رَبُّكَ فَتَرْضَى. Bilirsiniz, Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm ilk günlərində, İslamın əvvəl günlərində çoxlu təzyiqlərə məruz qaldı, çoxlu zəhmətlər çəkdi, çoxlu əziyyətlər çəkdi, ac qaldı, döyüldü, təhqir olundu, sürgün olundu. Bütün nədir düz Peyğəmbər yaşadı onları. Nə təsəvvür ediyorsunuzsa onları yaşadı. Allah subhanahu və taala Duha surəsində Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmə deyir وَلَسَوْفَ يُعْتِيكَ رَبُّكَ فَتَرْضَى. Deyir, ey mənim Peyğəmbərim, ey mənim Rəsulum, Allah subhanahu və taala sənə elə bir şey verəcək ki, elə bir hədiyyə verəcək ki, وَلَسَوْفَ يُعْتِيكَ, yu'tika əta sözündəndir. Sənə belə bir şey verəcək ki, sən özün razı qalacaqsan. Duha surəsində Allah subhanahu və taala Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmə gələcəkdə böyük bir hədiyyə verməyi nədir? Haman o hədiyyənin verilməyinin müjdəsini verib. Narahat olma, bu boydakı əziyyət çəkmirsən, mən sənə elə bir şey verəcəyəm ki, sən özün razı qalacaqsan. Qur'an ayəsidir. Ayəyə də diqqət edin. وَلَسَوْفَ يُعْتِيكَ. Sonra, yəni bir müddətdən sonra Allah sənə verəcək bir hədiyyəni. Sonra da Kövsər surəsinin də əvvəlində Allah nə deyir? İnna a'taynakal kəvsər. Biz sənə nə verdik? Kövsəri verdik. Diqqət edirsiniz. Sənə elə bir şey verəcəyəm ki, sənə elə bir hədiyyə, elə bir ilahi əta, elə bir ilahi mükafat verəcəyəm. Bizim müasir dildə desək, səni o səviyyədə təltif edəcəyəm ki, sənə elə bir medal verəcəyəm ki, elə bir məqam verəcəyəm ki, elə bir əta, elə bir hədiyyə verəcəyəm ki, sən özün məndən razı qalacaqsan, ey mənim Rəsulum. Buna oxşar Kövsər surəsinin əvvəlində Allah subhanahu və taala haman Peyğəmbərə
verdiyi ətanı, hədiyyəni açıqlayır. Deyir, İnna a'taynakəl kəvsər. Biz sənə nə verdik? Kövsəri əta etdik. Əziz qardaşlar, Kövsər surəsi barədə çoxlu söhbətlər olunub, eşitmisiniz. Mən o köhnə söhbətləri təkrarlamaq da istəmirəm. Sadəcə olaraq yadınıza düşsün bəzi məsələlər, bir-iki cümlə deyirəm. Sonra elə bu bir ayə barədə bəzi məqamlara işarə edirəm ki, görün Allah Subhanahu və Teala Peyğəmbərə nə verib və nə vədə verib və verdiyi əta da nə boyda bir hədiyyə verib. Və yenə də öz gözümüzün qarşısına bunu gətirək ki, hədiyyəni verən Allahdır və hədiyyəni də alan kimdir? Peyğəmbər sallallahu aleyhi və səlləm. Əziz qardaşlar, ayə başlayır inna. Hamımız bu surəni əzbər bilirik də burada. İnna a'taynakəl kəvsər. İnna kəlməsi. İnna nə deməkdir? İnna Azərbaycan dilində tərcümə olunanda, yəni həqiqətən biz sənə Kövsəri verdik. Bunu başa düşmək üçün bir kiçik müqəddiməyə ehtiyac var. Yaxşı, siz deyə bilərsiniz ki, Allah təkdir, onun şəriki yoxdur. Nə üçün Allah Subhanahu və Teala Kövsər surəsinə başlayanda deyir, biz sənə Kövsəri verdik. Biz yəni kim? Bunu Allah verməyib. Nə üçün burada ifadə inna, yəni həqiqətən biz verdik. Bizdən məqsəd nədir? Məyər bu hədiyyəni, bu Kövsəri Peyğəmbər sallallahu aleyhi və səlləmə böyük hədiyyə kimi zəhmətlərinə hədiyyə kimi təqdim edən Allah Subhanahu və Teala deyil. Nə üçün deyir? Biz verdik. Baxın, əziz qardaşlar, Quran-ı Kərimdə biz ifadəsi çoxlu yerlərdə gəlib. Amma hər yerdə ki, biz verdik gəlib, onda nə var? Bir hikmət var, səbəbsiz deyil. Bizim etiqadımız, əqidəmiz budur ki, Allah təkdir, Allah birdir, Allahın heç bir şərikə ehtiyacı yoxdur. Lakin ayə deyir, biz verdik. Burada bizdən məqsəd nədir? Əziz qardaşlar, Quran-ı Kərimdə inna, biz kəlməsi iki səbəbə görə istifadə olunur. Nə ki bu ayədə, hər yerdə ki gördünüz ki deyir, inna, biz verdik, baxmayaraq ki Allah təkdir, Allahın şəriki yoxdur, yenə də biz verdik deyir. Quran-ı Kərimin tərcüməsində belə görürsünüz. Bunu bu cür başa düşün. Birinci, əziz qardaşlar, o şeyi ki Allah Subhanahu və Teala əzəmətini, onun uca olmağını bildirmək üçün hansı ayəyə baxırsınız, baxın. O yerdə ki biz verdik, biz adətən hörmət mənasında, qüdrət mənasındadır. Biz öz dilimizdə də məsələn, insan öz şənini uzatmaq üçün nədir, deyir, nədir? Biz eləmişik bunu. Tək eləsə deyir, biz eləmişik bunu. Ona görə, baxın, birinci məna budur ki, Allah bir şeyin əzəmətini, onun üstünlüyünü bizə başa salmaq istəyəndə, hər bir əzəmətli şey barədə ki, danışıb Allah Quranda, onu bu ifadə ilə verib. Hamınız əzbər bilirsiniz Qədr surəsini. Belədir. Qədr surəsi necə başlayır? İnna ənzəlnahu fi leylətil qədr. Biz Qur'anı Qədr gecəsində nazil etdik. Görürsünüz? Hər yerdə ki biz deyib, orada böyük bir şeydən danışıb. Balaca bir şeydən söhbət getməyib. İnna ənzəlnahu fi leylətil qədr. Biz Qur'anı Qədr gecəsində nazil etdik. Baxın, Quran-ı Kərimdə 4 dənə surə var, inna ilə başlayır. 4 dənə surə var. Orada hər 4 surədə də ki Allah bu inna, yəni biz təkidlə, həqiqətən biz bu şeyi elədik deyəndə çox böyük şeydən söhbət gedir. Adi, sıravi, sadə şeylərdən söhbət getmir. Baxın, mən sıralama ilə o surələri sizə deyim, ayələri də oxuyun, diqqət edin. Birini dedim sizə.
İnna ənzəlnahu fi leylətil qədr. Biz Qur'anı Qədir gecəsində. Qur'andan böyük əzəmətli bir şey var. Allahın kəlamıdır da. Ona görə Allah Qur'anın nazil etməsi barədə danışanda ki, biz onu Qədir gecəsində nazil etdik, yenə də orada inna ilə başlayıb. Biz. Sonra Fəth surəsinin ilk ayəsi. Qur'anda Əl-Fəth surəsi var. Allah subhanahu və taala orada Peyğəmbərə verdiyi qələbədən söhbət edir. İnna fətəhna ləkə fəthən mubina. Biz sənə açıq-aşkar qələbə verdik. Məkkənin fəthi nə qədər önəmli bir hadisə idi. İslamın qələbəsi idi. Küfrün məğlubiyyəti idi. Məkkə fəthi ilə İslam nə oldu? Daha da dirçəldi. Peyğəmbər o barədə də Peyğəmbərə xəbər verəndə nə deyir? İnna fətəhna ləkə fəthən mubina. Biz həqiqətən sənə böyük bir zəfər, böyük bir qələbə bəxş etdik. Bu iki. Üçüncü, Allah Nuh surəsinin 1-ci ayəsində. Qur'an-ı Kərimdə Nuh surəsi var. Ayə belə başlayır 1-ci ayədə. İnna ərsəlna Nuhan ilə qavmihi. Biz Nuhu onun qövmünə nə elədik? Peyğəmbər kimi göndərdik. Nuh kiçik bir şəxsiyyət olub. Nuh Peyğəmbər Peyğəmbərlər içində ən önəmli Peyğəmbərlərdəndir ki, ona nə deyirlər? İkinci Adəm deyirlər. Çünki onun tufanında hər şey bitdi. Hər şey də ondan sonra başladı. O ikinci Adəmdir. Xilqət, bəşəriyyət Nuhdan sonra elə bil ki, ikinci dəfə nədir? Dirçəldi. Nuhun zəhməti, Nuhun təbliğatı önəmlidir. Allah yenə də Nuh barədə, Nuh kimi Peyğəmbər barədə danışanda deyir, İnna ərsəlna Nuhan ilə qavmihi. Biz Nuhu onun qövmünə nə elədik? Göndərdik. Bu üç. Dördüncü isə Kövsər surəsidir ki, elə xanım barədə Allahın nazil etdiyi surədir. Onda da başlayıb yenə də İnna ənzəlnahu fi leylətil qədr. Biz həqiqətən də İnna a'taynakəl kəvsər. Biz həqiqətən də sənə nə elədik? Kövsəri verdik. Dedim, bu inna kəlməsi biz nə üçün istifadə olunub? Birinci məna budur ki, baxın, bunu verən, bunu əta eləyən əzəmətli bir şəxsiyyətdir. Allah öz əzəmətinə, yəni bu inna kəlməsi Allahın ləfzül cəlaləsinə işarədir. Allahın bütün sifətlərini cəm eləyən ismi hansıdır? Allah kəlməsi. Yeganə Allah kəlməsidir ki, onu Allahdan başqasına demək olmaz. Çünki Allah deyəndə bütün sifətlər orada cəm olur. Xaliq, Razik, Alim, Qadir. Bütün Allahın gözəl sifətləri ki, o sifətlərlə özünü vəsf edib, bütün sifətlər hansı ad üçün vəsfdir? Allah kəlməsi üçün. Allah kəlməsi yeganə Allaha məxsus olan kəlmədir ki, bütün Əsmaül Hüsnanı cəm edir. Ona görə də rivayətlərdə var. Allahın ismi əzəmi deyəndə, ismi əzəm də nədir? Bəzi rivayətlərdə Allah kəlməsidir. Sən əgər Allah kəlməsini deyəndə onu dərk eləsən ki, sən nə deyirsən? Bu bəzi zikirlər var. Biz Allahın, məsələn, Ya Rəzzaq zikri var. Müəyyən günlərdə deyirik, Ya Rəhman, Ya Qəhhar, Ya Latif, Ya Fəttah. Zikirlər var da. Bunların ən böyük zikri bir hansıdır? Ya Allah. Niyə? Çünki sən Ya Allah deyəndə bütün bu sifətləri o kəlmə ilə nə edirsən? İfadə edirsən. Xanımların da dünyadan köçüb gedənlərinin ruhlarına, özlərinin də salamətliyinə inşallah biraz bizə fürsət versinlər. 5 dəqiqə xanım Zəhradan danışay deyə onların salamətliyinə bir salavat deyə inşallah. Hər halda bu salavatdan sonra da danışdılar da nə deyək onlara? Şeytan məlun da bizim məclisimizdən uzaq olsun deyə bir dəfə də uzalı salavat ehsan edək inşallah.
Yeganə Allah kəlməsidir ki, sən ya Allah deyəndə eyni zamanda ya Fəttah, ya Rəzzaq, ya Alim, bütün sifətlər bu kəlmədə ifadə olunur. Ona görə də Allahın ən əzəmətli ismi, İsmul Əzəm deyəndə elə Allah kəlməsidir. Bütün sifətləri özündə cəm edir. Biz Allahın Rəhman və Rəhim sifətindən də söhbət eləyəndə o Rəhman və Rəhim sifətini hansı ada veririk? Bismillahirrahman. Rəhman və Rəhim Allah. Allah bütün sifətləri özündə bu kəlmə cəm edir. Ona görə ən əzəmətli isimdir. Əgər biz bu ismin, bu adın dəyərini bilsək, heç vaxt ucuz yerlərdə onu nə eləmərik? İstifadə eləmərik. Ziyandadır o insan ki, nədir? Hər boş-boş şey üçün Allaha and içir. Ziyandadır o insan ki, hər, məsələn, boş yox, bir yalandan, ucuz-ucuz şeylərdə Allahın adını çəkir. O Allah kəlməsi biz elə bilirik ki, adi bir kəlmədir. Qur'an-ı Kərimdə Allah üçün sifətlər ki, qeyd olunub, hamısını özündə ehtiva edən yeganə bir kəlmə var. O da nədir? Allah kəlməsidir. Biz əgər o Allah kəlməsinin məsuliyyətini bilsək, heç vaxt onu ucuz yerlərdə, layiq olmayan yerlərdə adımıza gətirmərik. Lakin bilmirik. Burada qayıdıram burada. İnna a'taynakal kəvsər. Biz sənə Kövsəri verdik. Biz deyəndə, yəni bütün bu xüsusiyyətlər, bu sifətlər, bütün qüdrəti ilə, bütün varlığı ilə, bütün əzəməti ilə Allah deyir, mən sənə, bax, bütün əzəmətimlə sənə bir hədiyyə vermişim. Birinci səbəb budur ki, biz kəlməsi nəyə görə gəlir? Yəni, bütün xüsusiyyətlər, sifətlər orada cəm olur və həm də işarə olunur ki, sənə verilən bu nemət sadə bir nemət deyil. Sanki burada bu inna kəlməsi bir and kimidir. Allahın andı kimidir. Sanki bir and kimidir. Bu birinci səbəb. Əziz qardaşlar, ikinci, Allah Subhanahu və Teala burada deyəndə ki, biz sənə Kövsəri verdik, İnna kəlməsinin açıqlamalarından biri və burada qeyd olunma səbəblərindən biri də budur ki, ya Rasulallah, mənim sənə verdiyim bu nemət ümumi və kamil bir nemətdir. Bu nə deməkdir? Yəni, mənim verdiyim bu nemət, bu hədiyyə kiməsə, məsələn, filan kəsə aiddir, filan kəsə aid deyil, yox. Ümumi, bütün bəşəriyyəti əhatə eləyə bilən, faydası, xeyri, bütün bəşəriyyətə yetə bilən bir hədiyyə verirəm sənə. Bəzən Allahın verdiyi ətalar, Allahın verdiyi ruzilər insandan insana fərqli ola bilir. Belə deyir. Birinə ruzi verir, Allah hikmət sahibidir, biz bilmirik. İndi nəyə görə birinə çox verir, birinə az verir, onların da səbəbləri var. Ruzidə insanlar fərqli ola bilərlər. Elmdə insanlar fərqli ola bilərlər. Hansısa sənətdə, peşədə bu Allahın verdiyi bir məqamdır da, insanlar müxtəlifdirlər. Birində var, birində yoxdur. Belə deyir. Övlad nemətdir, kiməsə verir, kiməsə vermir. Lakin bu ayədə biz sənə Kövsəri verdik, burada ikinci məna da budur ki, ya Rasulallah, biz sənə elə bir nemət verdik ki, bu nemət nədir? Bütün insanlara şamildir və bu nemət kamil bir nemətdir. Başa düşdünüz bu nə demək istəyirəm? Yəni burada xanım Zəhra sənindir, mənimdir, Peyğəmbərə məxsus yox, bütün bəşəriyyət üçündür. Ona görə baxın, mən dəfələrlə sizə demişəm, Peyğəmbər sallallahu aleyhi və səlləm ancaq bu ümmət üçün gəlmişdi. وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ. Biz səni aləmlərə rəhmət göndərmişik. Belədir, aləmlər bizdən qabaqçılar, sonrakılar, bütün aləmlərə, canlı, cansız, bütün vücud, varlıq aləminə Peyğəmbər rəhmətdir. Düzdür? Rəhmətən lil aləmin. Xanım Fatimə-i Zəhra nədir? Ləqəbi nədir? Seyyidətü nisail aləmin. Görürsünüz? Allah kimdir? Rabbul aləmin. Rabbul aləmin, rəhmətən lil aləminə seyyidətü nisail aləmin verib. Fikir verirsiniz, bu kəlmələr, böyük kəlmələr deyil bunlar. Rabbul aləmin, rəhmətən lil aləminə nə verib? Seyyidətü nisail aləmini verib. Necə ki Allah aləmlərin Rəbbidir, necə ki Peyğəmbər aləmlərə rəhmətdir, xanım Zəhra da bir nəfər üçün, iki nəfər üçün, beş nəfər üçün deyir.
Bütün aləmlər üçündür. Ona görə var burada bu ikinci, burada işarə edir, biz verdik. Yəni bu adi bir şey, sən bunu sayma ya. Sənə verdiyim bir əta, bir hədiyyə ki vermişəm, o həqiqətən də vəsf olunmaz bir hədiyyədir və kamildir, şamildir. Əzizlər, biz belə bir nəticə əldə edirik ki, Allahın bu formada ifadəsindən belə başa düşürük ki, həm bu hədiyyəni verən, ətanı eləyən Allahdır, aləmlərin Rəbbidir. Hədiyyəni təqdim alan, bu təltifə layiq görülən, bu məqama layiq görünən şəxs, aləmlərə rəhmət olan kimdir? Peyğəmbərdir. Buna verilən bu hədiyyə də gərək o həcmdə, o böyüklükdə olsun da. Hərə öz səviyyəsinə görə hədiyyə verir də, belə deyir. Hədiyyə verəndə də, hədiyyə verdiyin şəxsi də nəzərə alırsan, almırsan. Sən özün əgər, məsələn, insan, bila təşbih deyirəm, öz aramızda bir oxşar, başa düşək məsələni deyirəm. Məsələn, özün əgər bir alicənab adamsansa, belə alicənab bir şəxsə hədiyyə verirsənsə, ona dəyərli bir hədiyyə verirsən. Burada hədiyyəni verən aləmlərin yaradan Allahdır. Hədiyyəni verir Peyğəmbərə ki, o da aləmlərə rəhmətdir. İndi görün, bunun hədiyyəsi nə boyda olmalıdır? Belədir, nə boyda hədiyyə olmalıdır? Buradan bura qədər bizim üçün sabit oldu ki, Allah deyir, İnna a'taynakəm. Vədə vermişdi Duha surəsində, biz sənə belə bir şey verəcəyik ki, sən razı qalacaqsan. Burada bu surənin əvvəlində deyir, biz sənə Kövsəri verdik. Bir əta verdik. Baxın, Allahın verdiyi hədiyyələr, ataullah, Allahın əta etdiyi şeylər iki cür olur. Ya xüsusidir, bayaq dediyim kimi, ya da nədir? Ümumidir. Xüsusi fərq qoydum. Dedim, burada Allah demək istəyir ki, bu hamısına nədir? Şamil olan bir ətadır. İkinci də, əziz qardaşlar, hər bir fərdin, hələ insanların deyirəm, hər bir fərdin əzəməti onun gördüyü işlərlə bilinir. Belədir, belə deyir. Sən bir sənətkarı necə kəşf edirsən? Biz indi elə Lori danışaydı. Biz bir sənətkarı nə ilə bilirik? Gördüyü işlə də. Sən bir alimi onun danışdığı sözlə deyirsən ki, bunun yazdığı əsərlə, bir şairi onun yazdığı şeirlə bilirsən. Hər bir fərdin dəyəri, qədri, qiyməti nədir? Onun əsərləri ilə bilinir. Bizdə deyir nədir? İnsan danışanda bilinir ki, bunun qabında nə var, nə yox. Bizim dədə-babaların sözüdür. Belə deyir. Danışanda bilirsən ki, bunun qabında nə var, nə yox. İndi təsəvvür edin ki, aləmləri yaradan Allah da biz Allahı görməmişik ki, onu görməyi də mümkün deyil. Biz Allahı necə tanıyırıq, necə bilirik? Onun yaratdıqları ilə bilirik də, belə deyir. Onun yaratdıqlarının içində ən şah əsər insandır. Düzdür? Bu insanların içində də ən üstünü bizim Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və aleyhi və səlləm. İndi ən üstün bəşərə bir hədiyyə verilir. Allah da gərək öz şəninə uyğun, layiq bir hədiyyə versin də. Bizim kimi belə sıravi bir şey olmaz ki. Ona görə əziz qardaşlar, Allah subhanahu və teala ki, birinə bir şey verir, Allahın verdiyi hədiyyələr, bəzən, ümumiyyətlə, bax, hədiyyə ki verilir, ha, belə bunu lap sadə izah edeyim sizin üçün. Verilən hədiyyələr, bəzən insana verilən ətalar, nəsə sən verirsənsə, bəzən o verdiyin şəxsin mülkiyyətinə daxil edirsən, bu sənindir, sənin mülkündür. Bəzən də sən bir şey verirsən ki, bu sənə nədir? Əmanətdir, bunu yaxşı saxla. Allah subhanahu və teala da Peyğəmbərə bir hədiyyə verib. Peyğəmbərə o hədiyyəni məxsus edib, ondan başqa heç kimə verilməyib. Və həmçinin də onu hansı qismdə verib ona? Əmanət qismində verib. Ona görə mənim əziz qardaşlarım, biz nə qədər bu Kövsər surəsinin təfsirində İnanın ki, bəlkə də bir 20-30 dənə belə bir məclis lazımdır ki, sən o Kövsər surəsinin hələ bir ayəsini başa düşəsən.
əzəmətli bir əta, əzəmətli bir hədiyyə verilib Həzrəti Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmə və bizim bütün alimlərimizin də mən indi Kövsər nədir? Allah deyir, biz sənə Kövsəri verdik. Belə deyir qardaşlar. İndi sual çıxır ki, burada bu Kövsər nədir və yaxud kimdir? Bu günləri bəzi müsəlmanlar, məsələn, deyir, Kövsər cənnətdə bir hovuzdur verir. Bizim də təfsirlərdən biri nədir? Kövsər hovuzudur ki, Allah Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmə onu cənnətdə verəcək və insanlar o hovuzun ətrafında Peyğəmbərin, yaxşı insanlar Peyğəmbərin yanında olacaqlar. Allah bizə də Peyğəmbərin yanında, o hovuzun yanında olmağı nəsib eləsin inşallah. Lakin, əzizlər, biz qəbul edirik ki, Kövsər, indi onun da öz mənası var. Kövsərdir, o bir cənnətdə olan bir çaydır, bulaqdır, nədir öz yerində. Lakin ayəni bizim bütün alimlərimiz, müfəssirlərimiz nə deyirlər? Burada Kövsərin ən bariz nümunəsi, Kövsərdən məqsəd kimdir? Xanım Fatimə-i Zəhra salamullahi aleyhə. Əgər biz Kövsəri bu ayədə Xanım Fatimə-i Zəhra salamullahi aleyhə ilə təfsir eləməsək, surənin əvvəli ilə axırı bir-birinə uyğun gəlməyəcək. Allah bizə ağıl verib də belə deyir qardaşlar. Bu söhbət uzun deyə mən qısaldıram sizə deyirəm. Niyə biz məcbur idiyək ki, burada Kövsər Xanım Fatimə-i Zəhradır? Məcburuq, bizim başqa yolumuz yox. Deyə bilmərik başqa şey. Çünki Allah bizə ağıl verib. Surənin əvvəli ilə axırı, bunlar bir-birinə bağlı olan məsələlərdir. Bir surədə 3 ayədən ibarət olan bir surədir. Surənin əvvəlində Allah deyir nədir? İnna a'taynakal kəvsər fəsalli li rabbika vənhər. Rabbivə dua, namaz qıl, ibadət elə və qurban kəs. Sənə sonsuz deyən özü nədir? Sonsuzdur. İndi mən sizə and verirəm Allaha. Deyək ki, bu şəxslər ki, deyirlər Xanım Fatimə-i Zəhra deyir. Kövsər, deyirəm qardaşım, bu surənin əvvəli var, axırı var. Əgər biz burada Kövsəri Xanım Fatimə-i Zəhra ilə təfsir eləməsək, deməsək ki, Xanım Fatimə-i Zəhradır, axırda bu sonsuzluğun bunun əvvəli ilə nə əlaqəsi olur? Belə deyir. İkinci, bu surə Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmə nə üçün nazil olmuşdu? Çünki As ibn Vail, Allah ona lənət eləsin, və digərləri ki, Peyğəmbərə tənə vururdular ki, Peyğəmbər sonsuzdur, bunun övladı yoxdur. Diqqət edeyim, biz bu surəyə əsasən də bu mövzu başqadır, mən bir dəfə danışmışam. Bu surəyə əsasən də Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin yeganə qızıdır Xanım Fatimə-i Zəhra. Bəli, tarixçilər müxtəlif rəyləri var ki, Zəhradan başqa Peyğəmbərin qızı olub ya olmayıb, amma bizim böyük alimlərimiz, mühəqqiqlərimizin nəzərində, böyük mütəfəkkirlərimizin nəzərində elə bu surəyə əsasən nədir? Xanım Fatimə-i Zəhradan başqa Peyğəmbərin qızı olmayıb. Deyilənlər Peyğəmbərin rəbibələri, yəni onun yanında, onun baxdığı, məsələn, bəzi rivayətlərdə Xədicənin bacısı uşaqları idi ki, bacısı rəhmətə getmişdi, vəfat eləmişdi, Xədicə uşaqları gətirmişdi, Peyğəmbər onlara baxmışdı. Peyğəmbərin qızı kimi idilər, amma öz qızları deyildi. Və buna da dəlil nədir? Axı, bu cəmiyyətdə Peyğəmbərə sonsuz deyirdilər. İndi bəziləri deyir ki, sonsuzuna görə deyirdilər ki, oğlu yox idi. İndi bu mövzu başqa bir mövzudur, amma biz deyirik ki, Zəhra Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin yeganə nə idi? Qızıdır. Bir şey də mənim yadıma düşdü, bunu deyim, qayıdıram bu mövzuya. Əzizlər, Qur'an-ı Kərimdə bəzi kəlmələr var ki, ancaq bir dəfə deyilib. Ərəb dilində, Qur'an-ı Kərimdə bəzi kəlmələr var, ancaq bir dəfə işlənir. Kövsər kəlməsi o kəlmələrdəndir ki, buradan başqa heç bir yerdə işlənməyib. Quranda bir dəfə Kövsər kəlməsi gəlir. Bir dəfə. O da kimin şəninə gəlib? Xanım Fatimə-i Zəhra salamullahi aleyhanın şəninə gəlib. Necə ki, Kövsər kəlməsi Qur'an-ı Kərimdə bir dənədir, Xanım Fatimə-i Zəhra da Peyğəmbər üçün nədir? Bir dənədir. Yeganə tək qızıdır. Ona görə Qur'an-ı Kərimə bəzi məsələlərə diqqət edəndə adam bu şeylərin açıqlamasını bilir. Kövsər təkdir.
bu Quran-ı Kərimin əvvəlindən axırına kimi baxın, Kövsər kəlməsi bir dənə bu surədə gəlir. Necə ki, Kövsər təkdir, xanım Fatimə Zəhra salamullahi aleyhə nədir? Təkdir. Həm məqam cəhətdən təkdir, həm də Peyğəmbərin ondan başqa qız övladı olmayıb bizim böyük alimlərimizin nəzərində. Və bu da başqa bir mövzudur. Bunun da öz dəlilləri var. Yaxşı qardaşlar, biz deyirik ki, As ibn Vail və digər məlunlar Peyğəmbərə sonsuz deyirdilər. Peyğəmbərə Allah subhanahu və teala bu surəni nazil elədi, dedi, İnna a'taynakəl kəvsər. Biz sənə nə elədik? Kövsəri verdik. Sən bu verilən nemət, bu verilən hədiyyənin, bu verilən ətanın qarşılığında namaz qıl, dua elə, Allaha həmd elə, səna elə və nə elə? Qurban kəs. İnnə şaniəkə huvəl əbtər. Sənə sonsuz deyənin özü nədir? Sonsuzdur. Əziz qardaşlar, biz deyək ki, yox, Kövsər elə hovuzdur. Xanım Fatimə Zəhra deyil. Ağılla düşünəndə, əgər Kövsəri xanım Fatimə Zəhra ilə təfsir eləməsək, surənin əvvəli ilə axırında ziddiyyət olur, olmur? Olur, olmur? Biraz sadə dildə danışıram sizdən. Dərdi dil eləyək. Mən sənə Kövsəri verdim, deyək Kövsər bir dənə hovuzdur cənnətdə. Sənə sonsuz deyən özü sonsuzdur. Bu Kövsər verilən cənnətdə Kövsərlə bu sonsuzluğun nə əlaqəsi var bunun? Yaxşı, bunlar Peyğəmbərə sonsuz deyirdilər. Allah elə bir şey Peyğəmbərə verib ki, bu sonsuzluq adını ondan götürmək üstündə. Hovuz verdim sənə, çay verdim sənə. Bunun nə mənası olur? Belə deyir. Ona görə ağılla düşünmək lazımdır ki, surənin əvvəli ilə axırı bir-birinə uyğun olmalıdır. Sonsuzluq məsələsi ilə uyğun olan ən önəmli təfsir, ən düzgün təfsir, yəni ey Peyğəmbər, biz sənə xanım Fatimə Zəhranı verdik ki, onun mislində ondan böyük hədiyyə yoxdur. Lüğəti mənada Azərbaycan dilinə Kövsər kəlməsini tərcümə eləyəndə ona nə deyirlər? Əl-xeyrul kəthir, çoxlu xeyr. Yəni, bərəkətli bir varlıq. Bu günləri, baxın, indi adda fərq var. Siz Allah, mən bu məsələləri çox uzatmaq istəmirəm. Bir iki cümlə ilə mən diqqətlə qulaq asın. Ki, bu şeyləri biz bilməliyik. Mən bunlar dərin məsələlərdir, sadəcə sadə cümlələrlə bunu deyirəm ki, hamımız başa düşək. Amma çox önəmli məsələlərdir. Peyğəmbər zamanında bir salavat deyə inşallah. Bizim Şiə alimlərimizin nəzərində Kövsər kəlməsi, yəni xanım Fatimə Zəhra. Bəli, digər təfsirlərdə inkar eləmirik. Onlar da məna ola bilərlər. Lakin əsas məna nədir? Xanım Fatimə Zəhra. Bu günləri bütün müsəlman alimləri arasında bir təfsir var ki, bütün müsəlman alimləri o təfsiri qəbul edirlər. Bu günləri Fəxrur Razi, Alusi, digər müfəssirlər İnna a'taynakal kəvsərə gələndə deyirlər Kəvsər çoxlu xeyr deməkdir. Burada da məqsəd Peyğəmbərin nəslidir. Demirlər xanım Fatimə Zəhradır, diqqət edin. Deyirlər Kövsər nədir? Çünki Peyğəmbərə dedilər ki, sən sonsuzsan. Allah subhanahu və teala Peyğəmbərə demək istəyir ki, mən sənə elə bir nəsil verəcəyəm ki, sənin nəslində o qədər bərəkət olacaq ki, onlar elə yayılacaqlar ki, sonra sənə bu tənəni vuranlar biləcəklər ki, onlar özləri sonsuzdular, sən sonsuz deyilsən. Bütün müfəssirlər, əhl-i sünnə alimləri də, digər müsəlman alimləri də deyirlər ki, burada mənalardan biri budur, yəni Peyğəmbər sənə çoxlu nəsil verəcəyəm. Yaxşı, çoxlu nəsil verəndə deyirsən, bu nəsli kimin vasitəsi ilə verəcəyəm, nə üçün onu açıq-aşkar demirsən? Bu nəslin çoxalması üçün ata lazımdır, ana lazımdır, belə deyir. Sən illəti, səbəbi qoyub gedirsən əsərlərin yanına. Necə də əsas bu məsələnin baş rolda iştirak edirsən deməlisən, elə deyir. Peyğəmbərə, yaxşı deyirsiniz ki, Allah Peyğəmbərə bu ayədə demək istəyir ki, mən sənə çoxlu nəsil verəcəyəm. Bu nəsil kimin vasitəsi iləndir ki? Peyğəmbər Əliyə nə deyir? Günlərin birində deyir, hər bir kişinin nəsli, zürriyyəsi, övladları onun belindən gələn, onun övladlarının belindən gələn uşaqlarla artır, davam edir. Lakin mən Peyğəmbərin nəsli, işarə edir Həzrəti Əliyə, bu kişinin belindən dünyaya gələn uşaqlarla artacaq.
Demək, əgər biz qəbul edirik ki, Peyğəmbərə Allah davamiyyətli, davamlı, çoxlu bir nəsil veribsə, bu nəslin də əsası kökü Əlidir, Fatimədir. Nəticə etibarıyla Kövsər kimdir? Xanım Fatimə. Ana budur, Fatimədir də. Əziz qardaşlar, Fəxrur Razi Əhlüsünnə alimlərinin, müfəssirlərin ən böyüklərindəndir. Böyük bir təfsir yazıb. Təfsirinin adı da Təfsirul Kəbir, böyük təfsir. Çox mötəbər təfsirdir. Yəni çox da yaxşı təfsirdir. Onu bizim alimlər də, biz özümüz də ondan istifadə edirik. Çox yaxşı alim olub. Bu ayənin təfsirinə gələndə Fəxrur Razi baxın nə deyir. Mən onun sözünün mənasını sizə, məzmununu deyirəm. Deyir, burada məqsəd Kövsərdən, yəni çoxlu nəsil deməkdir. Və Allah da deyir, bunu Peyğəmbərə verməklə bu günləri nədir? Cəmiyyətdə də o müşahidə olunur, görülür. Baxın, görün, Allah Əhl-i Beytə necə bərəkət verib ki, belə də deyir Fəxrur Razi. Deyir, Əhl-i Beytə nə qədər bərəkət verib ki, nə qədər bunlardan öldürdülər, nə qədər sürgün elədilər, nə qədər, nə bilim, hədələdilər, qovdular, zülmə məruz qaldılar. Amma bugün deyir, bütün dünyanı Peyğəmbər nəslindən dünyaya gələnlər basıblar. Hara gedirsən, seyid var. Belə deyir. Deyir, hələ bu qalsın kənara, baxın, görün, Allah Subhanahu və Teala bu nəsildən nə boyda alimlər dünyaya gətirib. Misal gətirir, deyir, Baqir kimi, Sadiq kimi, Kazım kimi, Rıza kimi. Ad çəkirir Fəxrur Razi. Deyir, bu boyda alim, bu günlər həqiqətən də baxın, hansı müfəssir, hansı alim, Həzrəti İmam Cəfəri Sadiqin, İmam Baqirin, İmam Rızanın, digər əimə-i ətharın sözlərini oxumayıb gəlib müfəssir ola bilər, gəlib fəqih ola bilər, alim ola bilər. Fəxrur Razi və alüsü də bu sözə yaxın bir söz deyir. Deyir, çoxlu nəsil elə göz qabağındadır. Deyir, seyidlər bütün hər yeri tutublar. Hara gedirsin? Amerikada da seyid var. Afrikada da seyid var. Açın. Allah bərəkət verib Həzrəti Zəhranın balalarına. Bu günləri dünyada nə qədər İmam Həsənə nəsəbi qutaran, şəcərəsi qutaran seyidlər var. İmam Hüseynə şəcərəsi qutaran seyidlər var. Bərəkət deyir Allah verib Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmə. Bu cavab deyir, haman o sonsuz insanlar ki, deyirlər, Peyğəmbər sən sonsuzsan. Fəxrur Razi özü sözündə deyir, bu söz mənim sözüm deyir. Deyir, yaxşı, Bəni Ümeyyə ki, Əhl-i Beytə bu qədər zülm elədilər. Fəxrur Razi deyir. Deyir, hardadır Bəni Ümeyyə? Baxın, görün, hardadır Əhl-i Beyt. Dünyanın hər yeri Zəhranın balaları ilə. Zəhranın balaları mən deyirəm, o Zəhranın adını çəkmir. Deyir, Əhl-i Beytlə dünyanın hər yeri doludur, seyidlər hər yerdə var, amma Bəni Ümeyyə heç yerdə yoxdur. Bəni Ümeyyə də var, amma öz layiq olduqları yerdədirlər. Haradadır onların yeri? Zibilliklər. Oradadırlar. Diqqət edirsiniz, bu qədər insanlar bəzən o qədər təəssübkeş olurlar. Sən deyirsən ki, Allah Kövsər, yəni çoxlu nəsil deməkdir. Bəs sən bu çoxlu nəsil bir əsərdir də, bunun sahibi çoxlu nəsil hardan başlayıb? Bunu niyə demirsən? Dolayısıyla yoldan onlar da demək istəyirlər ki, elə Kövsər kimdir? Xanım Fatimə Zəhradır. Belə deyir. Lakin deməyin bir var deyəsən, deyir, bizim sözümüz var məsələdə, biraz pis çıxır da, indi bayram günü də deyirəm. Deyir, mıs deməklə elə deyirəm, Mustafa qutarsın getsin də. Çoxlu nəsil filan bəs məkən. Bu nəslin kökün əsası var da, belə deyir. Denən elə Xanım Fatimə Zəhranı verdi də. Dolayısıyla yolla çoxlu nəsil bu deməkdir də. Lakin nədir? Bəzi sözləri, bəzi insanlar deməyə çətinlik çəkirlər. Çox təəssüf olsun. Nə qədər sən bu günəşi dinən günəş yoxdur. Bu günəşin yoxluğu, dillə ifadəsi günəşin varlığına təsir eləyər. Heç nə eləməz, deyin yoxdur. Amma deyirsiniz də bu mısı deyirsiniz, bu Mustafanı bir dəfə deyib qutarın, canını qutarsın sizə. Ona görə əziz qardaşlar, Allah Subhanahu və Teala elə bir hədiyyə verdi Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmə, ayənin, surənin özündə də biz başa düşürük ki, o hədiyyə nədir və kimdir? Və bayaq dediyim məsələləri nəzərə alanda da biz bilirik ki, bu hədiyyə o qədər önəmli hədiyyədir ki, baxın, Peyğəmbər Allahdan bir şey istəməyib. Allah Subhanahu və Teala özü bu mükafatı, bu hədiyyəni verib. Heç bir yerdə ayədə ilahi mənə övlad ver, ilahi mənə deyirlər sonsuz filan. Belə bir şey eşitmişsiniz Peyğəmbər deyib? Deməyib.
Allah özü qalxıb Peyğəmbərin müdafiəsinə və ona elə bir qız verib ki, onların, ərəblərin o vaxt ki, ərəblərin burnunu yerə sürtüb. Deyir, siz öz oğlan uşaqlarınızla fəxr edirsiniz ki, bizim oğlumuz var. Mən öz Həbibimə, Peyğəmbərimə bir qız verəcəyəm ki, ondan dünyaya gələn övladlar, ondan dünyaya gələn nəsil, ondan dünyaya gələnlər bütün dünyanı nə eləyərlər? İdarə eləyərlər. Da ki, dünyanı bütün qəlbləri fəth eləyərlər. Hani As ibn Vail? Burada As ibn Vail deyən kimi hamımız deyirsiniz Allah ona lənət eləsin. Amma Hüseyin deyən kimi, salamullah aleyh, Həsən deyən kimi, Zəhra deyən kimi, bu Allahın bərəkətidir də. Allah böyük bir hədiyyə verdi Zəhranı Peyğəmbərə və bayaq dediyim sizə, yenə də bu sözü təkrar edirəm, bu cümlələri də deyirəm. Əzizlər, bayaq yenə də dedim. İnsan gördüyü işlərlə, hər bir varlıq gördüyü işlərlə tanınır. Allahın verdiyi hədiyyənin də həcmini, böyüklüyünü bilmək istəyəndə, gəlin hadisə necə baş verib, onu nəzərdən keçirək. Hədiyyə Zəhradır. Düz. Bu hədiyyənin, bu Zəhranın yaranmasında 4 böyük əsas nədir? İştirakçı var. 4 əsas iştirakçı var. Zəhranın yaranmasında 4 ünsür var. Əsas iştirakçı var ki, bir yerə cəm olublar, Allah bu hədiyyəni verib. Birinci kimdir? Birinci Allahın özüdür. Çünki inna, biz. Zəhranın var olmasında birinci kimdir? Allah. Və bayaq dediyim kimi, Allah yəni bütün o sifətlər, biz, haman dediyim şərhə əsasın. İkinci kimdir? Bax, birinci Allah Subhanahu və Taala'nın özüdür. Bunun xilqət düzdür, var eləyən, xəlq eləyən Allahdır. Amma bunun xalq olunma səbəblərinə diqqət edin. Allah necə Peyğəmbər sallallahu aleyhi və səlləmə bu hədiyyəni verib? Allah özü. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm bu uşağı dünyaya gətirmək üçün hədislərin xülasəsini sizə deyirəm. Bir Peyğəmbərə əmr olundu ki, ya Rasulallah, Xədicə ilə öz münasibətini bir müddət dayandır. Diqqət edin. Başa düşdünüzsə nə dedim sizə? Öz münasibətini bir müddət Xədicə ilə dayandır. Xədicə ilə münasibət dayandı. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm Cəbrail gəldi, onu hara apardı? Meyraca apardı. Diqqət edin. Bunları hamısı diqqətlə qulaq asın. Meyraca apardı. Meyrac hadisələri ilə işim yoxdur, hadisə genişdir, amma o hadisələrin də birində Cəbrail aleyhissalatu vesselam gəldi, Peyğəmbərə dedi ki, ya Rasulallah, sənin Rəbbin sənə salam deyir və sənin üçün cənnətdən bu almanı hədiyyə göndərib ki, sən bu hədiyyədən istifadə edib, yiyəsən bunu götürür. Rivayətlərin bəzilərində var ki, götür, ilahi hədiyyədir, mən istəyir bunu saxlasın. Deyir, əmr belədir ki, sən bunu nə eləməlisən? Yeməlisən. Mən rivayətin təfərrüatını bu hissəsini sizə deyim. Deyir, Peyğəmbərə Cəbrail əmr elədi ki, sən bu almanı ye. O almanı 2 yerə böləndə o almadan bir nur, qeyri-adi bir nur qalxdı və Peyğəmbər özü nədir? Hürkdü, qorxdu. Dəhşətə gəldi. Sonra ikinci dəfə Cəbrail ona dedi ki, ya Rasulallah, ye. Təsəvvür elə, adam bir şeydən hürkəndə o əmri yerinə yetirə bilir. Donursan, qalırsan da. İndi Peyğəmbər də o nuru görəndə belə dəhşətə düşdü ki, bu nur nədir? Cavab, əmr gəldi ki, ye. O nur Allahın nurundandır. Allah öz nurundan göndərib. Ona görə də əmr gəldi Peyğəmbərə, ya Rasulallah, o almanı ye. O almanı Peyğəmbər yedi. Sonra gəldi, Xədicə ilə haman münasibət ki, bir müddət dayandırılmışdı. O münasibəti bərpa elədi. Allah Subhanahu və Teala ona kimi verdi? Xanım Fatimə-i Zəhra salamullah aleyha. Baxın, iştirakçılar kimidir? Birinci, Allah. İkinci, qida kimi Zəhra bu yer üzünə aid olan deyil. Mən həmişə demişəm, bu sözü yazıda saxlayın. Bizim hər birimiz Adəmdən dünyaya gəlmişik, Adəm də torpaqdan dünyaya gəlib. Amma Adəm dünyada gəlib torpaqdan. Adəmdən sonra çoxalma nə vasitəsilə olub? Nütfə ilə olub da, belə deyil. O nütfə nədir? İnsanın, atanın, babalarımızın sülbündən ki, biz nütfədən dünyaya gəlmişik. O nütfə nədir? O nütfə insanın yediyi qidadır. Belə deyil.
O nütfə nədir ki? Yediyi bu dünya, yediyi çörəkdir, yediyi ətdir, yediyi qidalardan nütfə nədir? Formalaşır da. Allah istəyib ki, Zəhranın nütfəsi yer qidalarından əmələ gəlməsin. Ona görə nədir? Zəhranın nütfəsi Peyğəmbərin belində, sülbündə cənnət meyvələrindən nə olub? Formalaşıb. Allah cənnət meyvəsi sonra bu boyda əzəmətli əmanəti daşımaq üçün, buna sahib olmaq üçün, bunu dünyaya gətirmək üçün adi insan bu əmanətə sahib çıxa bilməz, onu daşıya bilməz. Ata kimdir? Resulullah sallallahu aleyhi ve sellem. Ana kimdir? Yeryüzündə 4 ən kamil xanımlardan biri Xədicə salamullahi aleyha. Təsəvvür edirsiniz? Bundan bitdi iş. Və sonra hədislərin mən hələ xülasə edirəm sizə ya. Vaxt çox tutmaq istəmirəm. Zəhranın dünyaya gəlməsində iştirakçılardan, xidmətçilərdən bir də kim olub? Allahın müqərrəb mələkləri. 3 dənə mələk. Birini nümunə dedimdə, Almanı kim gətirdi? Cəbrail, Mikail, İsrafil. 3 nəfər bu hədiyyənin Peyğəmbərə çatmasında iştirak edirlər. Görün, nə boyda məqam olub, nə boyda əzəmət olub Həzrəti Zəhrada ki, biz insanlar Həzrəti Zəhranın kimliyini təəssüf edirəm ki, dərk edə bilməmişik. Resulullah sallallahu aleyhi ve sellem hər yerdə, bax bu mənanı insanlara çatdırmaq istəyib, mənim qızım Fatimə havra insiyyə, insan simasında olan nədir? Huridir. Yəni o sizin kimi bu dünya qidalarından dünyaya gələn xanım deyil. Zəhranın nütfəsi, kökü cənnətdəndir. Ona görə huridir. Ona görə baxın, belə bir hədiyyə idi ki, Allah subhanahu ve taala elə bir əzəmət verdi Zəhraya ki, Zəhra həm nübüvvətin, həm də imamətin anası oldu. Ona görə Peyğəmbər nə üçün ona deyirdi Ummu Əbiha? Atasının nəyi? Anası. Bunun da öz təfsiri var. Amma Zəhra o məqama yüksəldi ki, Peyğəmbərin anası olmaq şərəfinə nail oldu, o ləqəbi əldə elədi. Bir də 11 imamın anası. Hərəsi də bir nədir? Hərəsi də öz zamanında Allahın höccəti, bu dinin ayaq üstə durması üçün səbəb. Bunu da əlavə edeyim. Zəhranın ən böyük hədiyyə olmasına dəlillərdən də biri budur ki, Zəhra bizim sonuncu imamımız Həzrət İmam Sahibəl Əsri və Zaman Həccalallahu Teala Fərəcəhu Şərifin anasıdır da. Peyğəmbər demir, həqiqətən də Məhdi Həccalallahu Teala Fərəcəhu Şərif min vuldi Fatimə. Fatimənin balalarındandır. Bu günləri biz gözləyirik bir imamı ki, zuhur eləsin, bütün dünyanı ədalətlə bərpa eləsin, bütün dünyada ədaləti bərpa eləsin, zülmü aradan aparsın, gözəlliklərlə doldursun. Bütün məclislərimizin əvvəlində də dua eləyirik, axırında da dua eləyirik. O xeyrin bizə çatmazlığın səbəbkarı kimdir? Həzrəti xanım Fatimə Zəhra. Ona görə əziz qardaşlar, həqiqətən də belə o çoxlu xeyr deyəndə, çoxlu xeyrə ən bariz nümunə kimdir? Həzrəti Zəhra salamullahi aleyhadır. Ona görə bu bayramın dəyərini bilək, bu xanımın dəyərini bilək. Belə adi, sadə insanlar ki, buna baxmayaq, belə dərin düşünək. Və bunu anlayaq, bilək ki, Həzrəti Zəhra böyük bir hədiyyədir. Peyğəmbər sallallahu aleyhi və səlləmə o hədiyyəni də verən kimdir? Allah subhanahu və teala'dır. Bir daha əziz qardaşlar, bayramımız mübarək olsun. Gələn günləriniz xeyirli olsun. Allah xanımların da, analarımızın da bayramları mübarək eləsin inşallah. Canların salamat eləsin. Sözə qulaq asdılar, bir də sakit də dayandılar. Allah subhanahu və teala dünyada olan ata-analarımızın canlarını salamat eləsin inşallah. Dünyadan küsüb gedənləri də Allah qəriq rəhmət eləsin. Bir daha bayramımız mübarək olsun. Allah bu bayramı bizim üçün sonuncu qərar verməsin inşallah. Allah Zəhranın balası İmam Zaman ağanın zuhurunu tezləşdirsin. Zuhuru ilə dünyamızı gözəlləşdirsin. Bizi ağanın zuhuruna hazır olanlardan qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.